Gəldi İmam Sadiq əleyhissalamın yanına ki, sizinlə görüşməyə gəlmişəm, həccə gedirəm. İmam Sadiq əleyhissalam dedi ki, yaxşı yol, sağ salamat, borcun zadın yoxdur heç kəsə. Dedi ki, bir nəfərə borcun var, murciədir. Murciə yəni dinsiz. Bir dinsiz adama Allahın düşməninə borcun var. İmam dedi ki, borcu versin, həccə gedə biləcəksin, dedi yox. Dedi ki, apar borcu ver və həccə getmə. Sən bir adamın pisliyini, dinsizliyini əlində ələm eləyib, Allahın başına aldanmazsın. O pis adamdır, kafirdir, kafirdir, kafir deyil. Haqqıdır, qaytar, həcc lazım deyil, sənin boynunda həcc yox. Dəfələrlə demişik, cəmaat həccə gedir İmam Hüseyin Kərbəlaya. İmam burada göstərir ki, yol indi qırmızı da olsa keçmək lazımdır, İmam buna görə lazımdır. Adamlar niyə imamı qəbul eləmir? Çünki kitab qabağında olanda öz keyfə uyğun seçirsən. Deyirsən, indi Qurandan filan şey götürüm ona, keyfim belə istəyir. İmam deyir, keyfin yox, indi bu hökmün vaxtıdır, düşür dava imamla. İmam belə olur. İmam gətirir Quranın bir hökmünü, deyir ki, indi bunu icra eləmək lazımdır. Amma imam olmasa, Quran qabağında olsa, deyərsən ki, keyfim hansını istəyir, baxın, ürəyimə yatır, mən buna əməl edirəm. İmam gəlir, buna mani olur, deyir ki, o lazım olan budur, cəmaatın davası düşür imamla. Ona görə imamı qəbul eləmir. Yol göstərən Bəni Abbas deyil, Bəni Ümeyyə deyil. Yol göstərən Əhl-i Beytdir.